Penis kiçilə bilər. Bəli, təəssüf ki, zamanla kişilərdə penisin kiçilməsi hallarına biz rast gəlirik. Bu da onunla əlaqədardır ki, uzun müddət cinsi əlaqədə olmayan bəylər, prostat əməliyyatından sonraki bizim bəylər və eyni zamanda testosteron hormonu aşağı düşən kişilərdə biz penisin kiçilməsinin şahidi oluruq. Bu hardasa 1-2 sm təşkil edir. Düzdür, çox böyük rəqəm deyil. Amma zamanla bunun qarşısı alınmasa bu arta da bilər. Ümumiyyətlə, sidik cinsiyyət sistemi orqanları digər orqanlardan fərqli ondan ibarətdir ki, orada daima dinamik olduğuna görə, onlarda daima hərəkət olduğuna görə durğunluq baş verdikdə həmin orqanlarda müəyyən problemlər yaranır. İstər prostat vəzi olsun, istər sidik cinsiyyət sisteminin digər orqanları, penis olsun. Burada əgər orqan işləmirsə, hərəkətsizdirsə, bu zaman həmin orqanda müəyyən problemlər, yəni ki, inkişafdan qalma və yaxud da ki, zəifləmə, eyni zamanda orqanın kiçilməsi hallarını biz müşahidə edə bilirik. Məhz buna görə də əgər həmin şəxs, əgər özündə müəyyən bir problem hiss edirsə, yəni ki, uzun müddət cinsi əlaqədə olmursa və eyni zamanda seksə marağı yoxdur, cinsi zəiflik hiss edirsə özündə, bu zaman artıq narahat olmaq və müraciət etmək lazımdır ki, sidik cinsiyyət sistemi müayinə olunsun və ondan sonra bu problemin qarşısı alınsın.